Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Xoş gördük sizləri. Mən Gülşən Həşimova. Bugün də sizlərə dəstək mahiyyətli MİQ və sertifikasiyaya hazırlaşan müəllimlər üçün imtahandan asışa biləcəkləri sitasiya tipli testlərin izahını təqdim edəcəm. Ümid edirəm ki, izahım hər kəs üçün faydalı bir izah olacaq. Əgər bu tip izahların ardının gəlməyini istəyirsinizsə, ətrafınızda olan MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərə məhz elə bu izahı və bundan sonraki və əvvəlki izahları göndərməyi unutmayın. Beləcə bizlər də sizin tələbatınızı hiss edərəkdən çalışırıq ki, kanalımıza bol-bol sizlərə dəstək mahiyyətli izahlar yerləşdirək. Əlaqə nömrəmizi də sizlərin nəzərinə çatdırım 055 280 59 24. Bu nömrəyə yazaraqdan da yeni açılan qruplarımız haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Təbii ki, sizlərə uyğun olduğu təqdirdə dərslərimizə yazıla bilərsiniz. Gəlin indi vaxt itirmədən başlayaq suallarımıza. Birinci sualımız biliklə bağlı sualdır. Şərtdə qeyd olunub ki, ingilis dili dərsində şagirdlər heyvanlar aləmi mövzusunda heyvanların növü, yaşadığı yeri, yediyi qidaları və görünüşünü təsvir edirlər. Təqdim olunan fəaliyyətdə şagirdlərin hansı biliyi inkişaf edir? Bəzən burada fikirləşirlər ki, bu proseduraldır, bir ardıcıllıq var, ardıcılığa ehtiva edir. Xeyr, burada ardıcıllıq deyə bir şey yoxdur. Niyə? Çünki konkret biz heyvanlar aləmini biliriksə, hər hansı bir heyvan deyilir. Tutaq ki, olsun meymun. Meymunun tutaq ki, növüdür, yaşadığı yerdir, yediyi qidadır, görünüşüdür. Bunları mən bilirəmsə deyəcəm də düzdür. Yəni bu mənim faktoloji biliyimə əsaslanır. Faktoloji biliyin də ikinci adı deklarativ bilikdir. Deklarativ bilikdə bilavasitə əgər biz biliriksə bunu edirik və yaxud biliriksə səsləndiririk, biliriksə deyirik. Deməli bu bilməyə əsaslanır. Burada da konkret deyir heyvanın növünü, hər hansı bir tutaq ki, heyvanın növünü, yaşadığı yeri, yediyi qidanı əgər mən bilirəmsə deyəcəm. Tutaq ki, meymun nə yer? Banan. Bunu mən bilirəmsə deyəcəm, bilmirəmsə deməyəcəm. Burada yəni ardıcıllıq deyə bir şey yoxdur. Hər hansı bir faktə əsaslanır, məlumat xarakterli bilikdir. Ona görə doğru cavabımız olacaq A variantı, deklarativ. Keçək indi növbəti sualımıza. Bu sualımız da təfəkkürlə bağlı sualdır. Şərtdə qeyd olunub ki, verilmiş nümunə təfəkkürün hansı növünə aiddir? Şərtdə qeyd olunub ki, Microsoft Access 2010-cu ildə verilənlər bazasını səmərəli üsulla tərtib etməyin yollarını araşdırır. Baxın, əgər səmərəli yoldan, yəni bir növ belə deyək, uyğun yoldan söhbət gedir, səmərəli nə deməkdir? Uyğun olan. Əgər bundan söhbət gedirsə və araşdırma işi varsa, məntiqi təfəkkürdür. İndi deyəcəksiniz ki, müəllim, bəyəm tənqidi təfəkkürdə araşdırma yoxdurmu? Bəli, elə əsas araşdırma tənqidi təfəkkürün canıdır. Sübutla, faktla, dəlillə əsaslandırmaqdır, araşdırmaqdır. Lakin burada səmərəli üsulla tərtibdən söhbət gedir. Ona görə doğru cavabımız olur məntiqi. Yəni loru dildə desək, başımızı işlədərəkdən, məntiqimizi işə salaraqdan hansı üsulun səmərəli olduğunu biz tapırıq. Yəni bu olur məntiqi təfəkkür. A variantı. Keçək digər suala. Bu sualımız da aktual bir sualdır. Təlim nəticələri ilə bağlıdır. Şərtdə qeyd olunub ki, hansı təlim nəticəsi düzgün formalaşdırılmışdır. Baxın, düzgün istəyir bizdən, yəni düzgün olanı. Baxırıq, A-da yazıb ki, trigonometrik məsələləri həll edir. Yadınızda bilavasitə saxlayın ki, əgər təlim nəticəsi şagirdə aidsə, bəli, bu doğru təlim nəticəsidir, yəni düzgün formalaşdırılan. Yox, əgər müəllim etmiş olsaydı, onda bu səhv təlim nəticəsi olardı. Və yaxud sözün sonunda feillər bacarır, bilir, yəni bu tipdirsə, deməli bu da düzgün təlim nəticəsi deyil. Baxın, indi B variantda yazıb ki, vurma cədvəlini bilir. Bayaq mən nə dedim? Bilir olursa, deməli düzgün təlim nəticəsi deyil. Bunu sildik avtomatik. Sonra bacarır. Bax, C-də də bacarır var. Deməli, bu da olmaz. Sonra D-də də yenə də bacarır var. Bu da olmaz. Gördünüz? Həmçinin də tanıyır. Burada da tanıyır var, olmaz. Deməli, bilir, bacarır, tanıyır. Yəni, taksonomiyada olmayan feillər varsa, deməli, bu düzgün təlim nəticəsi deyil. Yəni, düzgün təlim nəticəsində taksonomiyada olan feillər olur. Məsələn, müəyyənləşdirir, həll edir. Yəni, bu tip sözlər olur. Taksonomiyanın mərhələləri hansılar idi? Xatırlamaqdır, anlamaqdır, tətbiqdir, təhlildir. Yəni, bu mərhələlərdə olan feillər olur düzgün təlim nəticəsində. Burada da deyir ki, trigonometrik məsələləri həll edir. Əgər həll edirsə, təbii ki, düzgün təlim nəticəsidir və bilavasitə bu təlim nəticəsi şagird etdi. Şagird etdiyi üçün təbii ki, düzgündür. A variantı. Keçək digər suala.
Bu sualda da qeyd olunur ki, differensial təlim modeli pedaqoji prosesin təşkilinin hansı prinsipinə uyğun gəlir? Ümumiyyətlə, differensial təlim modeli nədir? Differensial sözü ingilis dilində different sözündən götürülüb, yəni müxtəlif deməkdir. Şagirdləri bilavasitə müxtəlifliklərini nəzərə alaraqdan onlara fərdi yanaşmanı tələb edir. Necə ki, bizim 5 barmağımızın 5-i də eyni deyil. Təbii ki, bizim sinifimizdəki şagirdlərin də bilik, bacarıq səviyyəsi hamısının eyni deyil və buna görə də biz onların hamısına eyni tapşırığı, eyni çalışmanı verib müəyyən bir vaxt ərzində etməsini gözləyə bilmərik. İndi sual verəcəksiniz ki, müəllim, hamıya ayrı-ayrı tapşırıq mı hazırlamalıyıq? Xeyr, sadəcə sinifinizdəki şagirdləri tanımalısınız. Bununla bərabər onların bilik, bacarıq səviyyəsinə bələd olmalısınız. Beləcə də tapşırıqları 3 formada hazırlayırsınız: asan, çətin, orta və bu tapşırıqları sinifdə bölüşdürürsünüz. Tutaq ki, bilik, bacarıq səviyyəsi yüksək olan şagirdə çətin verirsiniz. Qismən aşağı olan şagirdə tutaq ki, o aşağını verirsiniz, orta olan şagirdə də orta tapşırığı. Və beləcə təlimdə biz nə edirik? Bərabər imkanları yaratmış oluruq. İndi deyəcəksiniz ki, müəllim, bəs beləcə ayrı-seçkilik olmadımı? Xeyr, ayrı-seçkilik olmadı. Çünki bizim sinifimizdə əgər biz yaxşı oxuyan, yəni bilik, bacarıq səviyyəsi yüksək olan uşağa asan tapşırığı versək, o 2 saniyə həll edib gətirəcək. Beləcə biz bərabər imkanları pozarıq. Yox, əgər hər kəsə müxtəlif çalışmalar, müxtəlif tapşırıqlar bilik, bacarıq səviyyəsinə uyğun formada veririksə, əksinə bərabər imkanlara biz əməl edirik. Burada da deyək ki, differensial təlim modeli pedaqoji prosesin təşkilinin hansı prinsipinə uyğun gəlir? Təbii ki, təlimdə bərabər imkanların yaradılması. A variantı. Keçək digər suala. Bu sualımızda situasiya tiplidir. Şərtdə qeyd olunub ki, məktəbdə öyrəndiyi yemək reseptini heç kimin köməyi olmadan etməyə çalışan Ziya ilə bağlı düzgün olan fikirləri müəyyən edin. İndi baxın, burada deyir, məktəbdə öyrəndiyi yemək reseptini heç kimin köməyi olmadan, köməksiz şəkildə həll eləyib bir növ şagird. Köməksiz şəkildə edibsə, indi bir-bir oxuyaq, görək hansı uyğun gələcək. Açar sözümüz köməksiz formada etməsidir, özü edib yəni. Baxırıq, birdə yazıb ki, nümunədə emosional taksonomiyanın dəqiqlik səviyyəsi var. Bəli, burada dəqiqlik var. Lakin emosional taksonomiyada deyil axı dəqiqlik. Görürsünüz, xırda bir nüansla bizi çaşdıra bilərlər. Emosional taksonomiyada deyil dəqiqlik, psixomotordadır dəqiqlik. Deməli, ona görə biri silirik. Bir niyə olmadı? Bəli, burada dəqiqlik var. Çünki əgər bunu edirsə Ziya, bilavasitə özü etməyə çalışırdı. Yəni kimdənsə kömək almır, yaxşısına, pisinə baxmadan edirsə, bəli, dəqiqlikdir. Dəqiqlik olur, amma qeyd etdiyim kimi emosional taksonomiyada deyil axı dəqiqlik. Ona görə bir olmaz, bir olan variantları silək. Sonra 2-ni oxuyuruq. Deyir, nümunədə müstəqil öyrənmə səriştəsi müşahidə edilir. Baxın, müstəqil öyrənmə deyə bir prinsip, bir növ belə deyim, bizim 20-ci əsrin tələbi var. Amma bu müstəqil öyrənmə deyil. Niyə? Çünki bu resepti artıq məktəbdə öyrənib. Yəni özü məktəbdə bir növ buna yiyələnib, müəllim tərəfindən hansısa bir fasilitator kömək edib. Ona görə də müstəqil öyrənmə olmur. İndi deyəcək ki, özü eləyir də, müstəqil öyrənmədir də. Xeyr, bunu hardansa öyrənib, indi tətbiq edir. Deməli, məktəbdə öyrəndiyi üçün müstəqil öyrənmə olmur. 2-ni silirik. Bir dənə qaldı C, 3, 4. Görürsünüz, asan testi oxşuyur, amma xırda nüansla bizi çaşdırırlar. Deməli, 3, 4 qaldı, gəlin 3-ü 4 oxuyaq. Bayaq dedik, dəqiqlikdir, amma psixomotoru. Bəli, burada da yazıb ki, psixomotor taksonomiyanın dəqiqlik səviyyəsi müşahidə edilib. 3-ü götürdük, sonra 4-ə baxaq. Nümunədə idraki taksonomiyanın modeli müşahidə edilmir. Bəli, burada idraki taksonomiya, yəni Bloom'un taksonomiyasının hansısa bir mərhələsi yoxdur. Ona görə 4-də götürdük. 3, 4. Bizə doğru olanlar lazım idi. Keçək indi növbəti testimizə. Testimiz də taksonomiya ilə bağlıdır, maraqlı sualdır. Bu sualda demək olar ki, 70% şəxs səhvlidir. Çünki elə bilir ki, burada yaratmaq mərhələsidir taksonomiya, amma yox, yaratmaq deyil. İndi gəlin sualı oxuyaq, birlikdə baxaq. Şərtdə qeyd olunub ki, müəllim şagirdlərə hekayənin əvvəlini təqdim edir, sonra isə hekayəni tamamlamağı tapşırır. Fikirləşirlər ki, hekayəni tamamlayırıqsa, öz yaradıcılığımıza əsaslanaraqdan tamamlayırıq. Bəli, doğrudur. Lakin burada hekayənin əvvəlini verməsəydi, onda lap doğru olardı siz dediyiniz, yəni yaradıcılıq olardı. Lakin burada deyir, hekayənin əvvəlini təqdim edib, yəni hekayənin əvvəli var. Varsa, deməli buna uyğun nəyisə edir də, düzdür? Əgər buna uyğun edirsə, təbii ki, bu anlamaqdır. Deməli, hekayənin əvvəlini anlayıb ki, tamamlaya bilir.
Yəni yaradıcılıq o halda olar ki, əvvəlini verməzdi. Yalnız deyər ki, hekayəni tamamlamağı şagirdlərə tapşırıb müəllim. Hər hansı bir hekayəni tamamlamağı tapşırıb. Yəni əvvəlini təqdim etməyib, əvvəli haqqında danışmayıb. Hə, onda yaratmaq olardı. Lakin burada əvvəlini məsələsi olduğu üçün anlamaq olur. Deməli, anlayıb ki, edir. C variantı. Bu da bizim bugünlük testlərimiz. Ümid edirəm ki, mənim izahlarımın sizlərə qismən də olsa xeyri faydası olacaq. Əgər təbii ki, ardıcıl olmasını istəyirsinizsə, bu izahlardan faydalanırsınızsa, ətrafınızda MİQ-ə, sertifikasiyaya hazırlaşan müəllimlərə mütləq şəkildə izahlarımı göndərməyi unutmayın. Beləcə bizlər düşünürük ki, sizin bizim izahlara ehtiyacınız var. Bol-bol bu tip izahları yerləşdirməyə çalışırıq. Əlaqə nömrəmizi də xatırladım. Yox, əgər sistemli şəkildə imtahana hazırlaşmaq istəyirsinizsə, disiplinli formada 055 280 59 24 ekranda nömrəmiz yazılıb. Bu nömrəyə yazaraqdan dərslər haqqında geniş məlumat əldə edə bilərsiniz. Təbii ki, sizlərə uyğun olduğu təqdirdə yeni açılan qruplarımıza qeydiyyata düşə bilərsiniz. Vaxt da az qalır. Vaxtınızı yubatmayın. Düşünməyin ki, kurikulumunu nə edəcəm? Kurikulum mənə o qədər yüksək bal vermir. İmtahanda 1 bal belə sizin xeyrinizədir. 1 balla belə Allah göstərməsin kəsilənlər olur. Ona görə çalışın ki, ixtisasla bərabər kurikulumda öyrənin ki, balınızın üzərinə bal gətirə biləsiniz. Sağ olun, salamat qalın. Kanala abunə olun ki, izahlar yerləşdiriləndə sizlərə bildiriş halında gəlsin.